Mövzuya keçməmişdən əvvəl ilk öncə buna sona qədər diqqətlə baxın. Əhli süd verəndə nə olur? Məməli. Sonra istəyir yeməli. Dadağı içdə bala böyüyür. Deməli bir şey dişləndə böyüyür. Heç bilməzdim, belə çətinliklər var. Əziz Azərbaycan xalqı, Mədinə cəmaatı İmam Hüseyn və ailəsinin təhqir olunmasına göz yumandan çox qısa müddət sonra ilahi bəlaya düçar oldu. İmam Hüseyn və Əhl-i-Beyti təhqir edənlər gəlib 3 gecə Mədinənin qadınlarını özlərinə halal bildilər. Yoxsa İmam Hüseynov bacıları öz məharətlərini hələ göstərəcəklər. Mirşahin İmam Hüseyni söyəndən sonra minlərlə dindar həbsə salındı. Bu, susmağımızın bəlası idi. Allah bizi elə bir bəlaya düçar etdi ki, yer üzünün ən iyrənc məxluqu bir üzdən iraq çıxıb sosial şəbəkələrdən bütün məhbus ailələrini də söydü. Mənə cavab ver. Azərbaycanda İlham Əliyeva alternativ prezident namizədi birinin adındır. Görmədən bir kitabın fotoğrafını tapmaq olar. Cümləliklərin evdəkərin namizədi. İndi də mübarək Əli adını təhqir edirlər. Misal üçün orada deyə bilərdi ki, İlham hürsə nə olar? Olur ham-ham. Amma demir. Deyir Əli süd verəndə nə olur? Olur Əli. Bunlar illərdir bilərəkdən əxlaqsız rəqqasələri Göyçək Fatimə, rəqqasə Məryəm adları qoyurlar. Sənədlərin nə vaxt əliniz çatsa baxın görəcəksiniz ki, o adamların keçmiş adları Fatimə və Məryəm olmayıb. Bunlar Allah düşmənləridir. Ancaq dini müqəddəsləri təhqir edirlər. İmam Əlinin, İmam Hüseynin adları ölkəmizdə təhqir olunur. And olsun Allaha, kimsə buna görə dərddən ölsə qınanmaz. Bəsdir bu qədər təhqir. Vallah buna görə nəsə etməsək, sabah başımıza bəla gələr. Əgər bu insanlara əliniz çatmırsa, Allaha xatir heç olmasa bunların əxlaqsızlığını yayın. Hər kəs görsün. Axır əvvəl birinin əli çatar bunlara. Bunlara ağır şəkildə cavab vermək, ən azı üzr istətmək lazımdır.